Herkese salam, kanalıma xoş gəlmisiniz. Mən bugün 3 cür yemək hazırlayacağım. Buna görə də əvvəlcə pulov üçün suyumu qoydum ki, qaynasın. Ondan sonra belə ətim var idi. Bu əti biraz duzlu suda saxlayacağım ki, biraz qanı çıxsın. Bundan sonra mən sizə bunu necə bişirmək lazımdır göstərəcəm. Ətləri belə duzlu suya qoyuram. Bu yemək mən YouTube'da bunun adını şirali dana kimi gördüm. Və mənə də maraqlı gəldi. Ümumiyyətlə çoxdan da hazırlamaq istəyirdim. Soğanları belə uzun sov formada da doğraya bilərsiniz. Sadəcə mən bu formada etdim. Soğanlar çox iri olduğu üçün iki yerə də böldüm ortadan. Bu formada soğanlarımızı qovururuq. Amma mən burada bir səhv etmişəm. Əvvəlcə ətləri sudan çıxardıqdan sonra yağda biraz qovurursunuz. Sonra ətləri kənara götürüb həmin yağda soğanları qovurmaq lazımdır. Sadəcə mən bunu unutmuşdum. Ona görə də birinci soğanları qovurdum. Və bu arada da belə düyü almışdım. Tamaşa düyüsündən istifadə etdim və yaxşıca yuduqdan sonra qaynayan suya əlavə edəcəm. Və burada da sizə göstərirəm. Sonradan yadıma düşür ki, mən bu yeməyi səhv etdim. Buna görə də soğanları bir kənara çəkdim və ətləri də bir yanda qızartmağa başladım. Çünki artıq iftar vaxtı yaxınlaşırdı və onları ayrı-ayrı etməyə vaxt yox idi. Və zerinci də əlavə etdikdən sonra bu yeməyə bir stəkan su əlavə edəcəm. Bu formada suyumu da bu stəkanla əlavə etdim və 1 saat ərzində qoyacağım. Vamxodda qoyursunuz və qaynayır. Düyümü də bişənə yaxın belə bir xırda vermiş ellərim var idi. Ondan əlavə etdim. Düyünü də bildiyimiz qaydada bişirirəm. Mən qazmağı üçün bir neçə qaşıq bu düyüdən 2 yumurta və 1 qaşıq qatıqdan istifadə edirəm. Qazana yağ əlavə edirik və burada yağ əriyir. Biz də bu zaman 2 yumurta, 2 qaşıq qatıq, düyü və biraz da sar kökü belə qarışdırırıq ki, qazmaq üçün bu formada hazırlayırıq. Mən sizin üçün bu supun hazırlanmasını çəkə bilmədim. Pomidor, biber, soğan, kartof və xırda vermiş eldən ibarət sadə bir supdur. Yeməklər o qədər dadlı alınmışdı ki, yaxşı formada çəkə bilməsəm də sizin üçün istədim. Son hallarını heç olmasa belə də olsa paylaşım. Yəni həqiqətən də çox dadlı idi. Siz də sınayın və bundan sonra mənə yazarsınız ki, necədir, bəyəndiniz ya yox.